Bugün sizinlə dietik konfet resepti bölüşürəm. 360 qram dietik vaflini rondoda əzirəm. Üzərinə 330 qram fındıq əzməsi əlavə edib yoğururam. Hazırlanmış kütlədən 40 ədəd hər birinə 1 ədəd fındıq yerləşdirməklə top hazırlayıram və 1 saat soyuducuda saxlayıram. 200 qram şokoladı su buxarında əridib, üzərinə 1 xörək qaşığı bitki yağı və 50 qram xırda doğranmış fındıq əlavə edib qarışdırıram. Və topları şokoladlayıb yenidən bir neçə saat soyuducuda saxlayıram. Növbəti videolarda görüşənə kimi. Hələlik.